3000 abonentin qazı kəsiləcək. Azəriqazdan bir xəbərdarlığı diqqətinizə çatdırır. Qeyd eləyək ki, bugün 22 yanvar tarixli və gündəm xəbərin efirində bir xəbərdarlığı diqqətinizə çatdıraq. Diqqətli olaq. Belə ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq və Azəriqaz İctimai Birliyi Sumqayıt qaz istismar sahəsindən verilən məlumata əsasən məhz qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədi ilə məhz təmir bərpa işləri aparılacaq. Bununla əlaqədar da yanvarın 22-sində saat 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılmış olacaq. Lakin Azəriqaz bildirir ki, qazın verilişi, təmir bərpa işləri başa çatandan sonra məhz mərhələli şəkildə bərpa olunacaq. Bu da Azəriqazdan verilən bir xəbərdarlıq idi.